Nədən danışmaq istəyirəm? Söylədim də dünən ki, çoxdan da çalışırdım ki, heç nəyə reaksiya verməyim, neytral qalım, qala bilmirəm, məndən asılı deyil. Mən istəyirəm sığortadan danışım. Nə gözəl. Dünyada çoxdan tətbiq olunan icbari sığorta insanlar üçün nəhayət ki, bizdə də tətbiq olunub. Çox gözəl. İnsanlar pulsuz parasız gedib sığortadan keçib sağlamlıqları ilə maraqlana bilər. Mən təbib haqqında az sonra danışacağam. Öncə insanlardan danışmaq istəyirəm. Düşündüm, mən də yararlanım. Niyə də yox? Mən də bu ölkənin vətəndaşıyam. Mən də, balam da gedək yararlanaq. Özüm üçün də gedəndə, qızım üçün də gedəndə nə ilə rastlaşdım? Çox böyük resepsiyonların qabağında yığışan, o registrasiya olunan çox böyük bir kütlə ilə. Hamı bir-birinin başının üstündə, hamı qışqırır, hamı danışır, hamı onu itələyir, bunu itələyir. Birinci gün dayandım, növbə tutdum. Yəni, məni sayan olmadı, itələyən, keçən, növbə. Neyniyək biz qardaş? Biz neyniyək? Növbə mədəniyyəti bizdə yoxdur. Yoxdur. Elə nə oldu dövlətdən yapışırıq? Dövlət gəlib səni növbəyə düzəcək. Növbədir də, özünə hörmət elə də. Özünə hörmət eləyirsənsə, avtomatik yanındakına hörmət elə. Yox. İtələməlidir, qışqırmalıdır, bağırmalıdır. Mən xəstəyəm, mən yıxılıram, bildik də. Başqa və xarici dövlətlərdən danışırsınız. Siz orada gedib belə haykü ilə heç nəyə nail ola bilmərsiniz. 2-3 ay qabaqcadan yazılırsan həkimə. Qardaşım, bacım, sənin üçün yaradıblar da, növbə tut. Neysə, getdik. Adi dövlət poliklinikası mənim qışqır bağırımdan sonra özüm üçün 1-2 dəfə gedib gördüm, alınmır, qayıtdım, gəldim. Qızım üçün gedəndə gördüm, doluşublar. 2 dənə də qız oturub işləyir kompüterdə. Orada bir-birinin başının üstündə, burada bir-birinin başının üstündə. Harada durmuşdum, orada səsimi qaldırdım ki, lütfən hamı növbəyə. Düzdüm növbəyə. Nə gözəl. Gəlirlər, alırıq, gedirik. Alırıq, gedirik. Bu arada, yəni mən də 4-cü adamam. Orada 3-cü olan kişi hansısa həkimi çağırdı, gəldi, o həkim orada tapşırdı, keçdi o biri tərəfə. Məndən qorxdular axı. Mən tərəfə keçənmədilər. Növbəsiz, qardaşım, zaten sənin növbən çatmışdı da. Niyə o biri sıradakı növbəsiz girirsən? Və sənin yanında 2 uşaq var da, bu uşaq poliklinikasıdır. O uşaqlar səndən nə görür? Tərbiyəsizlik. Zənnimcə, növbəyə dayanmamaq ən böyük tərbiyəsizlik və mədəniyyətsizlikdir. Bugün tərbiyəsizlik müxtəlif adlarla sırıyırıq cəmaata. Ay, qısa giyindi tərbiyəsizdir. Ay, nə bilim, başını açdı. Xeyr, tərbiyəsizlik yanındakı insana hörmət eləməməkdir. Tərbiyəsizlik çox kiçik növbə mədəniyyətinin olmamağıdır. Mədəniyyətsizlikdir bu. Niyə olmasın ki? Yəni, biz çox gözəl növbəyə düzmüşdüm. Hamı səliqə ilə keçdi, aldı. Heç kim düzdür, arada bir atlanıb keçmək istəyənlər oldu. Deyirsən ki, ay xanım, növbədir. Neynədim mən? Necə yəni neynədim? Biz növbəyə düzülmüşük, sən bizdən artıqsan. Ötən danışanda da dedim ki, yekəxanalıq. Özünü hamıdan üstün bilmək. Niyə? Sən məndən nə ilə artıqsan? Səndə də ətdir, sümükdür, məndə də. Sən də bu torpaqda gəzirsən, mən də. Səndə də yazılıb Azərbaycanlı, məndə də. Mən tanınıb tanınmamağım sonraki məsələdir. Önəmli olan, biz eyni adamlarıq da. Sən də xanımsan, mən də. Sən nəyə görə özünü məndən üstün bilib, məni başımın üstündən atlanıb, məni itələyib, keçib orada nəsə yazdırmalısan? Niyə? Səbəb? Yekəxanalıq, təkəbbür. Adətən yekəxanalıq və təkəbbür içi boş adamlarda olur. Dünya görüşü olmayan adamlarda olur. Onu elə gəlir ki, budur dünyada, hər şey budur. Qalan hamı bundan aşağıdır. Fərq eləmir. Onun vəzifəsi bu cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq. Bir adam ki, yekəxana və təkəbbürlüdür, demək ki, o adamın içi boşdur. Onunla ünsiyyət qurmaq, söhbət eləmək heç bir mənası yoxdur. Bizim, ay cəmaat, ən böyük problemimiz, problemlərimizdən biri növbə, mədəniyyətimizin olmamağıdır. Neysə, nə başı sağırdım? Keçib təbibə. Təbib qardaş. Hətta əsəbləşib təbib haqqında bir şeirdə yazmışdım məzəli. Təbib qardaş, bunu yaratmışsan. Bu həkimlər, həkimdir də, bu yoxlamalıdır. Qulağı, ürəyi, böyrəyi, nə bilim haranı. Başqa dön, bu nə kar kağız işləridir. Bu nədir düşmüş ortalığa?
Bu kağız nədir? Ölkə başçısı, cənab prezident şəxsən çıxışında deyib ki, biz mümkün qədər kağız işlərindən uzaq olmalıyıq, onlayn sistemə keçməliyik. Kağız ağac deməkdir. Ağac oksigen deməkdir. Nəfəs alırıq. Yaxşı, kop keçiririk ölkədə. Biz bu dəqiqə ekologiyanı qorumaqla məşğuluq, bütün dünya. Qardaşım, bu nə kağız sevdasıdır? Başa dönüm. Sən orta məktəbdə oxuyub eləyəndə sənə kağız verməyiblər. Verməyiblər, indi bu heyfi çıxırsan bizdə. Kağız, hara gəlsən kağız da, ay millət. Həkimlər yazır, ora yazır, bura yazır, oradan yazır, buradan yazır, o kağızı göndərir. Get ora registrasiya, oradan düş bura registrasiya, oradan qalxır ora. Deməli, insan qaça-qaçırsan, fırlanırsan. Əlbəttə ki, xəstəxanaya gedən adam xəstədir ki, gedir də. Salamat adamın orada nə işi var? Əlbəttə ki, insan əsəbləşir. Mümkün qədər özünü boğub saxlayırsan, yox, alınmır. Gedirsən həkim yoxlamağa vaxtı çatmır, çünki kağız yazmalıdır. O yazır, həkimin köməkçisi yazır, apar orada registrasiya, oradan çıx burada registrasiya. Niyə də, niyə? Mən bilim, niyə? Bu nə kağız sevdasıdır, ay təbib. Yaxşı, bu şəraiti yaratmısan, kim üçün? İnsanlar üçün. Ölkə başçısı da deyib ki, vəzifədən sui-istifadə edib insanları incitmək olmaz, vətəndaşları. Sən incidirsən axı. Xəstə adam, tamam, buradan pulsuz eləmişsən, yaxşı eləmişsən, sən eləməmişsən, dövlət var, buna qərar verilib, pulsuzdur bu, yaxşı. Bu xəstə gəlir, bu nə kağızdır? Bir dənə həkimin yanına getməyə 50 dənə yerdən keçməlisən. Bir dənə həkim şeyə gedirsən, yer patolog, boynum ağrıyır, getmişəm həkimə. Get 40-cı otağa, 43-cü otağa, şöbə müdürünə, 56-cı otağa, qardaş, bu nə otaq sevdasıdır? Patologdur da, çekimi verdilər, girdin yanına, yoxladı, lazım olan müayinələrə göndərdi və salam şüt tamam. Yox, get filan yerdən registrasiyadan keç. Niyə də, niyə? Niyə? Yəni, bu insanları bezar eləmək sizə nə verir? Niyə insanları bu dövlətə qarşı qoyursunuz? Qarşı-qarşıya gəlir. Həkim və insan qarşı-qarşıya gəlir. Burada həkimlik heç nə yoxdur. Həkimlər haqqında ayrıca danışacağım. Bu barədə danışacağım. Bu təbibdən istifadə edib ciblərini dolduranlar da var, az sonra. Amma bugün sözüm odur ki, bu nə kağız sevdasıdır. Gedirsən əməliyyata, yaxınlarda uşağım əməliyyat olunub, ay millət. Həkimin başı şişir, ora get registrasiya, bura get registrasiya, şöbə müdürü, nə bilim nə müdürü, filan həkim, qardaş bu nədir, bu nə zülümdür verirsiniz cəmaata. Niyə qoymursunuz növbə mədəniyyətinə alışaq? Zaten yoxdur. Bir yandan da siz. Yəni, mənim deməyim odur ki, dözə bilmirəm. Bu neçə gündür bunlarla rastlaşıram. Bu çox böyük problemdir. Yəni, bir yandan güya düzəldirsiniz, qaş düzəltdiyiniz yerdə vurub gözünü çıxardırsınız. İndi yeni ildən nə tətbiq eləyəcəksiniz, eləyin. Tamam, gözəl. İnsanlar yararlansın bundan. Amma insanlar bundan yararlanarkən sinir sistemi pozulmasın. Yəni, mən neçə gündür bunlarla rastlaşdım və dözdüm. Hətta müəyyən müayinələrə getməyə mən getmədim. Çünki o girirsən, o cəmaatı belə görürsən, o registrasiyalar, ora get, bura get, orada qeydiyyatdan geç, burada qeydiyyatdan çək, orada bu insanı təbdən çıxardır, höylənirsən. Ya bu nədir? Bu nə faciədir cəmaata yaşadırsınız? Siz nə etdiyinizin fərqindəsiniz? Yenə deyirəm, mən neytral bir insanam. Mən heç kimin tərəfində deyiləm, sadəcə olaraq bir vətəndaş olaraq, bir ictimai insan olaraq mən öz fikirlərimi bildirirəm. Əgər bir vətəndaş sənin qaydalarından istifadə edib yararlanacaqsa, nə gözəl, buna sevinməmək olmaz. Amma bunlardan istifadə eləyərkən bu zülümləri niyə çəkməlidir ki, getdi? Zaten bütün bazada, kompüterdə bazada yerləşir. İnsan haqqında məlumatlar oradadır, xəstə haqqında, düzdür. Və onda bu 50 dənə qeydiyyat nə üçündür? 50 dənə otağa get nə üçündür? Hər otağın qabağındadır, növbə. Niyə? İnsanlara əziyyət vermək üçün. Hətta mən orada söhbət elədim bəzilərini, deyir, 3-cü gündür gəlirəm, düşə bilmirəm. Niyə bu problem olmalıdır ki? Aparatın olsun, gəlsin, vursun, keçsin, getsin. Vəssalam. Bu boyda həngamə, mən bilmirəm, bunu siz mi yaradırsınız, ay təbib? Bunu poliklinikaların qlavraçı, baş həkimi mi yaradır, bilmirəm. Amma buna bir son verin, lütfən.
Zaten hər sahə belədir. Bir yeniliyə keçirik. Yeniliyə keçəndən sonra aydın olur ki, ay biz buna hazır deyilik. Ay cəmaat, hazır deyilik. Yəni heç də buna hazır deyil. Deyirsən ki, kompüterdə filan şey ver, deyir get kserokopiya elə gəl, yanındadır da aparat. Kompüterə qoşulu deyil. Bir ətə pul verib onu yanına qoyublar. yəni hansısa bir yeniliyə keçirsinizsə, bu alqışlanası bir şeydir. Amma keçməmişdən öncə onun detallarını bir qoyun ortalığa müzakirə eləyin, hazırlaşın, bir məşq eləyin, nə bilim neyləyin. Hazır olandan sonra siz bu yeniliyə keçin də. Yəni tam hər tərəfli hazır olmadan bu yenilikləri siz necə tətbiq edirsiniz? Harda görürsünüz bunları? Bilmirəm ki. Düşün bu kağız sevdasının yaxasından. Bir daha söyləyirəm, zaten insanlarda hamıya aid deyil. Bir çoxunda növbə mədəniyyəti yoxdur. Bildik. Bu fərq eləmir. Bu ola bilər klinikalar, poliklinikalar, marki har olursa olsun yoxdur, bu yoxdur. Mən artıq 40 ildən çoxdur bu dövlətdə yaşayıram, bunu görməmişəm. Bir balaca o SSR dövründə var idi, o da biraz qorxu var idi, ona görə ki, gəlib kimsə danos yazacaq ondan. Yoxdur, son zamanlar ümumiyyətlə yoxdur. Bu bizdən asılıdır, vətəndaşlardan. Bu sizdən asılı deyil, təbib. Amma sizdən asılı olan da bu kağız sevdasıdır, bu qeydiyyat sevdasıdır, bu kar kağız, ora get, bura get. Niyə? Bir iş üçün həkimin yanına girsən, deyir get filan yerdən arayış gətir. Ya qardaşım, mən sənə göndəriblərsə, deməli buna göstəriş var da. Mən niyə bütün ölkəni fırram sizə arayış gətirməliyim? Ekskursiyadır. Nəysə, əsəbləşdim. Allah heç birinizin canınızı həkimlərə salmasın. Salanda da gözəllik üçün salsın. Odur ki, həmişə sağlam olun. Bir də lütfən növbə mədəniyyətiniz olsun.